Salam, hər vaxtınız xeyir olsun. Əziz bu videonu izləyən izləyicilər, tamaşaçılar. Bugün mən sizlərə Frostland izah eləyəcəm. Frostland və yaxud da donmuş diyar deyirəm mən ora. Xəritənin bu hissəsini təşkil edir. Bu hamısı, yəni əsl oyunda nordların olduğu yer. Burada Frostland deyirik biz onlara. Frostland, yəni bizim klanın da əsas məqsədlərindən biri olub. Yəni Frostlandda aktiv olaraq oynamaq. Orada həm inkişaf etmək, həm də loot toplamaq oradan. İlk öncə mahiyyətini izah edeyim Frostlandın. Frostland Frostlandda gördüyünüz kimi şəhər yoxdur, kənd yoxdur, heç bir şey yoxdur. Frostlandda sadəcə olaraq bu tip, indi göstərəcəm, qarşımıza çıxsın göstərərəm. NPC'lər var bol miqdarda, hansı ki, yəni NPC qrupları var, bot qrupları var, hansı ki onları öldürüb, onlarla döyüşüb bir xeyli experience, yəni təcrübə, hansı ki təcrübə önəmlidir, indi niyəsini deyəcəm. Eləcə də pul və eləcə də resurs almaq olur. Çox önəmli, çox dəyərli resurslar almaq olur. İndi baxaq. Və bu videoda mahiyyətini izah eləyəcəm daha dəqiq. Demək, indi girdik Frostlanda. Gördüyünüz kimi aşağıda yazılıb Havk Possessions, yəni Havkın ərazisi. Havk 3 dənə Frostland bossundan biridir, ən zəifidir Havk. Havk var, Ulf var və Björn var. Havk xəritənin bu hissəsini əhatə edir, Havkın ərazisi. Bu hissəsi hal-hazırda göstərirəm mousla. Discord qrupumuzda dəqiq xəritə var. Ulfun ərazisi hardasa buraları əhatə eləyir. Buralar Ulfun ərazisidir. Buralarda Björnün ərazisidir. Havk ən zəifidir. Ulf orta, Björn isə ən güclü boss sayılır. Aha. Burada nə var? Burada gördüyünüz kimi bu şimal banditləri var. İndi deyə bilərsiniz ki, niyə 30 nəfərlənəm? Mənim 100 nəfər götürə bilərəm mən. Amma mən 30 nəfər götürmüşəm gördüyünüz kimi. Mahiyyəti də budur. Yəni 30 nəfərlə bunları tutmaq asan olur. Əgər mən 31 nəfərim olsa, 100 nəfərim olsa, yəni 30-dan çox olsa, o zaman bunlar məni qovalamayacaqlar. Mən onları qovalayacağam. Amma görürsünüz 30 nəfərim var və onlar məni qovalayırlar. Yəni mən burada minimum vaxt itirmək üçün onları özümə doğru çəkirəm. İndi bu 30 nəfər əskər necə olmalıdır? Onları da sizə göstərim. 30 əskərin əksəriyyətini oxçular təşkil etməlidir. Bu oxçuların da önəmli hissəsini tier 6 oxçular etməlidir. Tierin nə olduğunu keçən videolarda anlatmışdım. Əsasən bunlar 30 nəfər olur, bəzən 9 nəfər, bu 9-14 yaralı, bu döyüşdən çıxıb ona görə. Gördüyünüz kimi bunların hamısı birlər botlardılar bir növ və bunları kəsdikdən sonra, məhv etdikdən sonra çox gözəl bonuslar gəlir. Həm experience gəlir, təcrübə, həm də ki pul, həm də ki digər itemlər gəlir, hansı ki çox önəmlidir. Amma onları kəsməmişdən öncə biraz da tanış etmək istəyirəm sizi bu tip ocaqlarla. Bu ocaqlar nə işə yarayır? Gördüyünüz kimi bu ocaqda bir nəfər durur hal-hazırda. Ocaq, burada yaralananda, əskərlərimiz və ya özümüz yaralananda, burada biz ocaq başında durub sağalırıq. Əks halda sağalmağımız çox uzun çəkir. Yəni bu ocağın əsas mahiyyəti odur. Bir də ocaqda belə şeylər olur, NPC'lər olur. Bu NPC'lərin də mahiyyəti odur ki, Menavlion məsələn, bunlara nüfuz qarşılığında bunları almaq olur qrupumuza. Mən bayaq birini aldım gördüyünüz kimi. Onu da aldım ki, bunlar məndən əl çəksin hələ ki
Oyunu izah edeyim. Gördüyünüz kimi almışam onu. Hə, indi Imperial Menavlion mənə lazım deyil. Yaxşı əsgərdir, amma mənə lazım deyil. İndi atıram çölə. Mənim gördüyünüz kimi 137 nüfuzum var. Yəni problem deyil mənim üçün. İndi isə bir başlasın bunlarla döyüşək. İzah edeyim sizə əsas mahiyyətin. Döyüş necə olur? Hə, döyüşdə gördüyünüz kimi mənim 25 oxçum var. Səhv etmirəm, 21 oxçum var. Bunlar da oxçudur əslində. 21, 6, 27. Əksər hissəmizi oxçular təşkil edir bizim. Oxçular qalsın elə təpəlikdə qalsın oxçular orada. Piyadaları da biraz önə çəkirik. Və piyadalara shield balı deyirik. Yəni qalxan divar. Oxçularımız ateş açırlar. Piyadalarımız da öndə dururlar gördüyünüz kimi. Heç bir şey eləməyimə ehtiyac yoxdur. Oxçuların əksəriyyəti axı şeydir bizdə. Tier 5-dir, tier 6-dır. Ona görə də onlar çox rahatlıqla piyadaları, yəni rəqibimizi məhv edir gördüyünüz kimi. Piyadalara bir F4 də deyim. Çünki ateş açmasınlar və qalxanların tutsunlar, yoxsa ölürlər. Piyada əslində elə də çox önəmli deyil burada. Burada əsas oxçuların keyfiyyəti önəmlidir. Əgər oxçularımız keyfiyyətsiz olsaydı, heç bir şey eləyə bilməzdiyimiz. Oxçuların tierinin yüksək olması çox önəmlidir. Həmin bu ocaq başından əgər bir piyadamız, bir oxçumuz ölsə, ocaq başından da axtardığımız piyadanı və ya oxçunu ala bilərik. Məsələn, məndə o qədər çox olub ki, 25 oxçu ilə gəlmişəm, 5-i ölüb, 20-si qalıb. Ocaq başından 5 dənə oxçu almışam özümə, yaxşı oxçu, keyfiyyətli, nüfuz qarşılığında. Ona görə də mən bayaqları Menavlion aldım, onun kimi. Ona görə də burada yəni o tip şeylərə diqqət etmək lazımdır. Yəni oxçularımdan biri, ikisi ölsə problem deyil. Əvəzini ala bilərik. Çox rahatlıqla. Artistliyə. Ən yaxşısı oxçular içərisindən Battaniyanın oxçularıdır. Amma Kuzeyetin oxçuları da heç də pis deyildi. 30 nəfər öldü, 26-sının Kuzeyetin oxçuları öldürdü. İndi bu lootlar işin bir xoş qismidir. Yəni çox asanlıqla bu üsulla biz experience ala bilərik. Məndə leadership 200-dür, yəni liderlik 200-dür məndə. Liderlik çox önəmlidir. Yəni liderliyi 200 etmək lazımdır ki, bütün potensialımızı, bütün əskər alma gücümüzü əldə edə bilək. Yəni liderliyi əldə etmək üçün, taktik əldə etmək üçün çox ideal bir yerdir Frostland. Bu günlük məncə bu qədər. Frostlanddan daha çox da danışardım. İndi qarşıma şeylər çıxmadı. Məsələn, bunlar banditlərdir. Northern Bandits, şimal banditləri sayılır. Bəli. Eləcə də Hafkın henchmeni var. Hafkın henchmeni ocaq başında olur. O ocaq başında ortaya çıxır. Heç kimə heç nə eləmir. Yəni siz ona hücum etmədiyiniz müddətcə o heç kimə hücum etmir. 60 nəfər olurlar. 30 nəfərlə onlara hücum etmək çox çətindir. Ona görə onlara hücum edirsinizsə belə 115 nəfərlə hücum etməyiniz daha məsləhətdir. Bir daha Hafk boss olaraq gəlir. Boss olaraq gələndə hardasa bir 200 nəfərə yaxın bir ordusu olur. 250 deyəsən Hafk olur. Ətrafındakı adamlarda 190 nəfər olur. Ona görə də onlardan diqqətli olmalısınız. Onu tək başınıza məğlub etmək demək olar ki, mümkün deyil. Mümkündür əgər çox yaxşı əskərləriniz varsa və 100-dən çox da əskərləriniz o vaxt onda mümkün ola bilər. Əsasən onları 3-ümüz, 4-ümüz toplaşıb birgə məğlub eləyirik. 5-imiz toplaşıb birgə məğlub eləyirik Hafkın bosslarını.
Bəli, bu günlük mən bir də bu nüansı çatdırım. Hafkın ərazisi PvE-dir. Yəni nə deməkdir PvE? Bizim klanımız PvE klandır. Yəni biz real oyunçularla müharibə edə bilmirik, savaşa bilmirik. Və bu zona da PvE zonadır. Bəli. Yəni burada real oyunçularla savaşa bilmərik. Burada yalnızca NPC-lərlə, bu banditlərlə savaşa bilərik, Hafkla savaşa bilərik, Hafkın henchmeni ilə savaşa bilərik. Ulfun yanına Ulfun ərazisinə girəndə, Ulf və Björnün ərazisinə girəndə, indi orada girim, göstərəcəm. Gördüyünüz kimi hələ ki Hafkın ərazisindəyik. Birazdan burada İspan da var. Bizlə gəlsin İspan. Mümkünsə. Fikir verin indi burada. Kuzey bir infantry. İspan geçsin, sonra biz gələk. Bəlkə. Ulfun ərazisinə girdik. İspan gəlmədi bizlə. Ulfun ərazisində artıq PvP-yik. Yəni mənim klanım PvE olsa da biz burada bütün bütün oyuncular bir-birinə girə bilir. Bir-birinə girib, bir-birini məğlub edib onun əşyalarını ala bilir. Yəni o dərəcədə. Burada vəziyyət ciddidir. Ona görə də yeni başlayanlara biz tövsiyə edirik ki, Ulfun ərazisinə girməsinlər. Gördüyünüz kimi Ulfun sərhədləri hardasa burada başlayır. Buradan belə. Xəritədə şeydə var, deyil mi? Xəritəmiz buradan başlayır, bura qədər. Buradan sağa Hafkdır, sola Ulfdur. Yəni ona görə də burada diqqətli olmalısınız. Mən tövsiyə edərdim ki, buraya girməyin. Hətta denə, bunlar hazır göstərərdim. Yox, göstərməyim, çoxdular. Gördüyünüz qırmızı oldu. Niyə qırmızı oldu? Çünki PvP zonadır. Onu da göstərmək istəyirdim. Yəni, əgər biz Ulfun ərazisində olsaydıq, bunlar çox rahatlıqla bizə hücum eləyə bilərdilər. Nəsə, bu günlükdə bu qədər deyək. Və bununla da mən Şimala aid videomu sonlandırıram. Əgər hansısa bir sualınız olsa, mənə Discorddan da yaza bilərsiniz. Ona görə də və yaxud da Steamdən. İndi linki, bu videoları biz link ataraq paylaşırıq hələ ki. Yəni tam publik açmamışam kanalı. Ona görə də şərhlər də açıq deyil. Amma nəsə sual olsa, yəni mənə verərsiniz. Gələn videolarda görüşənə qədər sağ olun, salamat qalın.